İyunun 28-i səhər saatlarından 20-dən çox İran əsilli xarici vətəndaşın İrandan Azərbaycana təxliyəsi həyata keçirilib. Vətəndaşlar sərhəddə sənədləşmə və müvafiq yoxlamalardan keçdikdən sonra Azərbaycan ərazisinə təhlükəsiz şəkildə daxil olublar. 2 ay əvvəl ailəmə baş çəkmək üçün İrana gəldim. 4 il idi onları görmürdüm. Qayıtmaq istəyəndə isə qəfil dedilər ki, uçuş təxirə salındı. Əvvəlcə qorxmuşdum, amma səfirliklə əlaqədən sonra təxliyə barədə dedilər. İndi hər şey qaydasındadır. 2 hafta İran'daydım. Sonra Azerbaycan'da biz səfirlikdə kod aldıq. Azerbaycan'a çok rahat idi. 2 gün çəkdi. 2 gündən sonra kodu aldıq. İndi çok rahat, çok güzel gidiyoruz Bakıya. Bakıdan uçacağıq Berlinə. Təxliyə iştirakçıları onlara göstərilən diqqət, qayğı və qonaqpərvərliyə görə Azərbaycan dövlətinə və xalqına təşəkkürlərini bildiriblər. Həmin şəxslər üçün ayrılan nəqliyyat vasitələri ilə Bakı istiqamətində hərəkət təmin olunub. Hazırda digər ölkə vətəndaşlarının da təxliyəsi davam etdirilir.